Hər kəsə salam dostlar, hər birini salamlayıram. Bugün Qax rayonunda sorğu keçirəcəyik. Çox sadə suallarımız var. Əgər doğru cavab versəz, Şəfəq Futbol Klubunun enerji sponsoru Fulldan hədiyyələr qazanacaqsınız. Getdik. Salam uşaqlar, necəsiz? Uşaqlar, mən sizdən soruşmaq istəyirəm ki, Şəfəq Futbol Klubu var, Qaxda hal-hazırda fəaliyyət göstərir. Onun Instagram səhifəsi var. Onu sosial şəbəkədə izləsəz, bizdən full hədiyyəsini qazanacaqsınız. Gəl baxaq. Zəhmət olmasa yaxınlaş. Çək qardaşın telefonunu. Elə bax, story. Aha. Elə ilk açılan səhifə Şəfəq Futbol Klubunun səhifəsi oldu. Qəşəng qardaş, siz izləyirsinizmi? İzləmirsiniz. Ona görə mən sizə fulldan hədiyyə eləyirəm. Nuş olsun. Full Şəfəq Futbol Klubunun enerji sponsorudur və bu yaxınlarda inşallah oyunlar başlayacaq. Hər birinizi stadionda gözləyirəm və səhifəni izləməyinizi tövsiyə edirəm. Çünki izləyənlər hədiyyə qazanırlar. Sağ olun, müğayət olun. Sorğumuz davam eləyir. Bir nəfər var maşında, ona yaxınlaşmaq istəyirəm. Görək sualımızı bilirmi? Gəl. Salam əleykum, hər vaxtınız xeyir. Biz Şəfəq Futbol Klubu barəsində bir sorğu keçiririk. Çox sadə suallarımız var. Bilirsiniz, Qax rayonunda hal-hazırda fəaliyyət göstərir və bizim sualımız sadədir. Şəfəq Futbol Klubunda hal-hazırda oynayan bir oyunçunun adını desəz, bizim enerji sponsoru Fulldan hədiyyə qazanacaqsınız. Təbriz Feyzullayevi bilirəm. Bir də Cəlil Əhmədov. 2 dənə dedim hətta. Hə, 2 dənə. Ondasa 2 dənə hədiyyə düşür, elə deyilmi? Bəs Saydə, sən də 2 kəlmə söz deyirsən, sonra soxub gedirsən. Sağ ol, bəs sürün. Yaxşı. Bu biri. Digərindən də bir dənəsini ver. Çünki 2 dənəsinin adını çəkdi. Bu da sizin ikinci fullunuz. Nuş olsun. Oyunlara gözləyirik sizləri. Qaxın mərkəzi küçələrində gəzirik. Anar bəy, salamlayıram. Bizim çox sadə bir sorğumuz var. Mən istəyirəm ki, sizə sual verim. Əgər doğru cavab versəz, Şəfəq Futbol Klubunun enerji sponsoru Fulldan hədiyyə qazanacaqsınız. Hazırsınızmı? Buyur. Sual nə idi? Yadımdan çıxdı. Mən soruşmaq istəyirəm ki, siz Şəfəq Futbol Klubunun Instagram səhifəsini izləyirsiniz ya yox? Əgər izləyirsinizsə, hədiyyə qazanacaqsınız. İzləyirəm. Onu sübut edə bilərsinizmi? Zəhmət olmasa. Gəlin, yaxından çəkin. Aha, baxaq görə izləyirmi? Takipdəsin. Bəli, izləyirsiniz. Ona görə bizdən full qazandı. Zəhmət olmasa. Buyurun. Nuş olsun. Sağ ol. Uğurlarınız bol olsun. Bizi sosial şəbəkələrdə izləməyə davam eləyin. Stadionda dəstəyinizi gözləyirik. Sağ olun. Getdik. Sorğumuz davam eləyir. Mən bir nəfər gördüm, ona yaxınlaşmaq istəyirəm. Gəl. Salam əleykum qardaş. Salam. Futbolla aranız necədir? Futbolla aram yoxdur qardaş. Futbola baxan deyilsiniz. Xeyr. Başa düşdüm. Heç nə, gedək. Bir nəfər də var, ona yaxınlaşmaq istəyirəm. Gedək. Salam əleykum. Salamlayıram. Futbolla maraqlanırsınızmı? Deməli, bizim çox sadə bir sorğumuz var. Qaxda hal-hazırda fəaliyyət göstərən Şəfəq Futbol Klubu var. Orada oynayan hər hansı bir neçə oyunçunun adını çəksəz, bizdən hədiyyə qazanacaqsınız. Var. Lukadır, Revazidir, Əhmədov Cəlil var, Feyzullayev Təbriz var. Mən belə başqa da saya bilərəm, prosto yadımdan çıxıb adları. Maşallah olsun, kifayətdir. Hədiyyəni gətirin zəhmət olmasa. Enerji sponsoru Fulldan sizin üçün hədiyyə var. Nuş olsun. Hətta birini də ver, çünki çox oyuncu adı çəkdi. Buyur, bu da başqa bir daddır. Təşəkkürlər. İzləməyə davam edelim bizi sosial şəbəkələrdə. Görüşərik. Sağ olun. Bir nəfərə də yaxınlaşaq, görək Şəfəq Futbol Klubu neçənci ildə yaranıb bilirmi? Məncə elə fikirləşirəm ki, kəsə xabrasını ibiş kimi deyil. Sorğumuz davam eləyir. Salam əleykum. Salamlayıram. Dayı, futbolla maraqlanırsınızmı? Bəli. Qaxda ilk yaranmış futbol klubu Şəfəq klubudur. Mən elə fikirləşirəm ki, siz bu sualın cavabını çox yaxşı bilərsiniz. Şəfəq Futbol Klubu neçənci ildə yaranıb? 1973-də. Məncə təxmini
78-ci ildə yaranıb. Belə təxmini yox, elə tam düz dediniz. 78-ci ildə yaranıb. O görə ilk yaddan çıxarmıram, ona görə ki, onda əskər getmişəm. O vaxt Sovetlər dövrü idi. A few moments later. Mən orada dövlətimizi müdafiə üçün getmişəm. Bəli, biz kiçik bir sorğu keçirik. Əgər qəbul eləsəz, bizdən hədiyyələrimiz var. Nəvələrinizə verə bilərsiniz. Çox sağ olun. Enerji sponsoru. Digər hədiyyədən də verin. Ağzınız şirin olsun. Buyurun, bu da növbəti hədiyyəmiz. Nuş olsun. Sağ olun, var olun. Stadionda Baxın, adı hər yerdə elə yüksəklərdə olsun yəni. istəyimiz odur. Çox sağ olun. Stadionda dəstəyinizi gözləyirik. Sağ olun. Təşəkkürlər. Əla, davay, getdik. Deməli, bizim sevimli müğənnimiz Fərid bəyə salamlayıram. Aleyküm salam, mən də salam. Nə məsələ? Fərid bəy, biz deməli sorğuya çıxmışıq. Şəfəq Futbol Klubu barəsində sadə suallar veririk. Əgər doğru cavab versələr, Fuldan, enerji sponsoru Fuldan hədiyyə qazanırlar. Hazırsanmı? Hazıram. Futbolla əlaqən necədir? Belə dana. Deməli, çox sadə bir sualımız var. Şəfəq Futbol Klubunda oynayan bir oyunçunun adını çəksən, bizdən Fuldan hədiyyə qazanırsan. Cəlildirsən, bəs eləyirmi? Belə bəs eləyir də. Əssalam. Gəlin familiyası nədir? Əhmədov. Doğrudur. Verin hədiyyəni zəhmət olmasa. Bax, sən Cəlili tanıdığın üçün Cəlili də təşəkkür edərsən kamera arxasında. Uzaqda da deyil. Uğurlar arzu edirəm hər birinə, bütün komanda olaraq. Bacardığım dəstəyə əlimdən gələn eləməyə hazıram. Mən bildiyim tam məlumatım yoxdur. Kadrlardan gördüm çəkilişdən. Yəni, bildiyim qədərilə yatmış komandadır, yerindən oyanır. Doğrudur. Uğurlar arzu edirəm. Elə sizin kimi azərkeşlərin dəstəyi ilə daha da yüksəklərdə olacaq inşallah. Sağ ol. Təşəkkür. Abi kadra verməyərsən. Bir dəfə gətirdim, uşağı ağlatdınız, bir də gətirmir. Görün kim qarşımıza çıxdı, bax. Doğrudan da deyirlər, dünya balacadır. Təbriz bəy, salamlayıram. Salamlayıram sizi. Deməli, biz Şəfəq Futbol Klubu ilə bağlı sorğu eləyirik və suallardan birisi də odur ki, Qaxda Şəfəq Futbol Klubunda oynayan hansı oyunçuları tanıyırsınız? Bu sualı səndən başqası da kim verməlidir? Bir elə çəkiliş edən Cəlil Əhmədov. Ən populyarı oldu. Hal-hazırda bir çəkilişdə neçə nəfər onun adını çəkdi. Sənin də adını çəkənlər var. Neçə nəfərdir ki, Təbriz Feyzullayev. Bir neçə oyunçunun adını çəksən bizdən yəni enerji sponsorumuzdan pul qazanırsan. Modlar yadından çıxdı. Evin Abidli. Bəli. Sonra Mir Qalib və Bütün 11-i sayacaq. Ravil Yusufli, Revazi, Bir də nə idi? Ağış. Vüqar. 5-cinə sayım. Bəsdir, da, bəsdir. Çox amma digər adı çəkməyən uşaqlar inciməsinlər çünki kamera elə bir şeydir, adam heyecanlanıb yaddan çıxarır. Xeyirli olsun. Sağ ol, çox sağ ol, təşəkkür. Qardaşa da sual verə bilərik. Çox sağ ol. Yox, əmələ gəlmir. İstəmir. Sən fulu iç, o baxa qalsın onda. Sağ ol. Təşəkkür edirəm. Aman ehtiyatlı ol. Sağ ol. Görüşərik inşallah. Sağ ol. Bir nəfərə də yaxınlaşmaq istəyirik. Salam əleykum. Necəsiz? Zəhmət olmasa biraz aşağı in. Açmıram. Açmıram. Vəsiqəni görsən sən kimsən? Bir-birimizdən daha rahat söhbət edə bilərik. Futbolla aranız necədir? Əla. Qaxda fəaliyyət göstərən Şəfəq Futbol Klubunu yəqin ki tanıyırsınız. Tanıyırıq. Şəfəq Futbol Klubundan hər hansı bir oyunçunun adını desəz, bizdən pul qazanırsınız. Cəlil Əhmədov olmamaq şərti ilə. Feyzullayev Təbriz. Təbrizin adını çox adam çəkdi. Qardaş, başqa oyunçu yoxmu orada? Başqalarının da adını çəkin. Başqa hələ ki kadronu tam bir. Amma yenə də adını çəkdi. Mən elə başa düşürəm ki, klubun ən populyar oyunçusu Təbrizdir. Çünki neçə nəfər Təbrizin adını çəkir. Cəlil də buradadır, Cəlilin adını çəkirlər. Bizim enerji sponsorumuz Fuldan hədiyyə qazanırsınız. Nuş olsun. Bizi sosial şəbəkələrdə izləməyi unutmayın. Şəfəq Futbol Klubunun rəsmi səhifəsi də var. İzləyin, orada son məlumatlar paylaşılacaq. Sağ olun, təşəkkürlər. Gəl. Sağ.
Baxın əlində nədir? Əla pul içi. Hə, deməli, Qaxda Şəfəq Futbol Klubu fəaliyyət göstərir. Şəfəq Futbol Klubunun növbəti oyunu hansı komanda ilə olacaq deyə bilsən, bizdən növbəti pulu qazanacaqsan. Yəni bunu almısan, bizdən də pay qazanacaqsan. Bilməyəm. Kömək edeyim mi sənə? Bu ətraf rayonlardan birisidir. Ətrafımızda hansı rayonlar var? Qaxın qonşu rayonları. Bilməyəm ayıb. Bilmir. Futbolla aranız necədir? Hə? Dar. Nə? Dar. Futbolla aranız necədir? Yaxşı. Yaxşı. Qaxda yaranmış ilk futbol klubu hansı deyə bilərsinizmi? Qaxın məşhur Kürmük komandası. Kürmükdən əvvəl bir klub yaranıb. Yeni İlisu yoxsa Şəfək. Bəli, Şəfəq adı sizə bir şey xatırlatdı mı? Mən onu xatırlama biraz adını çətinlik çəkirəm. Məncə o klubun üzvlərini xatırlayıram. Kimlərdir o üzvlərdən bir neçəsinin adını deyin. Birisi İlisudan idi, ona o vaxtda Maradona dedilər. İndi o adam rəhmətə gedibdi. Hə, gəlin yaxınlaşırıq növbəti izləyicilərimizə. Salam əleykum. Necəsiz? Deməli, bizim sorğumuz var, nuş olsun. Bizim sorğumuz var, Şəfəq Futbol Klubu ilə bağlı. Yəqin ki, futbolla maraqlanırsınız. Azdan kişdən ha. Deməli, Şəfəq Futbol Klubunun növbəti oyunu kimlə olacaq deyə bilsəz, puldan hədiyyə qazanacaqsınız. Balakəndən. Balakən komandası ilə. Doğru cavabdır. Zəhmət olmasa pul gəlsin. Full çaydan sonra çox gözəl gedir. Çox sağ olun. Nuş olsun. Uğurlarınız bol olsun. Təşəkkürlər. Getdik. Salam əleykum. Elşən bəy, salamlayıram. Hoş geldin. Abi geldiler abi. Biz bir sorğu keçiririk Qaxda. Yəqin ki, futbolla maraqlanırsınız. Bəli. Özdə çox yaxından mən elə bilirəm. Qaxda fəaliyyət göstərən Şəfəq Futbol Klubu növbəti oyununu kimlə oynayacaq deyə bilsəz, bizdən hədiyyə qazanırsınız. Növbəti oyunlar. Ətraf rayonlardan birisidir. Elə yaxınlaşdınız. Balakən. Doğru cavabdır. Zəhmət olmasa hədiyyə. Buyurun, bizdən hədiyyə. Nuş olsun. Stadionda sizin dəstəkliyinizi Başarılar diləyirəm Şəfəq klubuna. Nə deyim? Başarılar. stadionda dəstəyinizi gözləyirik. Sağ olun. Getdik. Bugünlük bu qədər dostlar. Bugünkü sorğunun sonuna gəlib çatdıq. Əgər siz də sosial şəbəkələrdə Şəfəq Futbol Klubunu izləsəz, sponsorlarımızdan çox maraqlı hədiyyələr qazana bilərsiniz. Bu da olsun mənim də. Sağ olun.